Bayrak mavi, kırmızı, yaşlı renkler. Bayrağın rengi soluk, ağ rengi çalıntı. Renk soluk. Ama bu bizim ilk bayrağımızdır. Bayrağın 107 yaşı var. İlk dəfə indiki əlyazmalar institutunda iclas keçirilərkən Məhəmməd Əmin Rəsulzadə göstəriş verir ki, bayraq iclasdan asılsın. Bayraq əllə tikilir və həmən iclasdan asılır. Və bayraq Azərbaycanda Sovet qurulandan, yəni biz Rusiyanın tərkibinə keçdik. 70 il o dövlət bizim müstəmləkə işğalı altında saxlayanda bu bayraq Türkiyədə qorunub saxlanıldı və 2018-ci ildə Cənab Prezident bayrağı Azərbaycana gətirdi. Aydın oldu, bu bizim ilk bayraqdır. Mən həmən icazə verərək 8848 metr hündürlüyə qalxaraq bu bayraq orada dalgalanmışdır. Görürsünüz, bayrağın rəngi solu, bayraq biraz da zədələnir. Bu bizim Everestdən gələn dalgalanan bayrağımızdır. Bizim üçün çox qürur vericidir. Və gedirik növbəti zillərdir, xüsusi dillərdə. Geyindir silahlı qüvvələr geyindir, quru qoşunlardır, hava qüvvələr zabitləri geyindir, dəniz qüvvələrdir, prezident təhlükəsizlik xidmətidir. Bu isə dövlət, tək-tək onun mərasim geyim formalarıdır. Bizim sərhədlərimiz haradadır? Bizim quru sərhədimiz var, hava məkanımızın sərhədi var, dəniz məkanımızın sərhədi var. Yanınızda qalsın, ən çox qoşun quru qoşunlardır. Say itibariyle en çok sayı gerilir növbəti zaman. Xalq Cümhuriyyəti dövründə söhbət 1909'da gedir. Möhrüdür, Xalq Cümhuriyyətinin pullarıdır, Sovet dövrünün əhatə edən pullardır. Sovet dövrünün ki biz Rusiyanın tərkibində olanda olan konstitusiyamızdır. Uşaqlar bu bayraqlar var ha, bu görürsünüz. Sovet dövründə biz Rusiyanın tərkibində olanda qaldırdığımız bayraqlardır. Və gedilir növbəti zaman. Müharibəsi qəhrəmanı medaldır. Sonra isə milli qəhrəman medaldır.
Heydər Əliyev ordeni ən ali orden hesab olunur və digər ordenlərdən müharibə zamanı istifadə olunmuşdur. Şah İsmail ordeni heç kimə verilməmişdir. Bu bayrağımızdan bayrağı bütün bölgələrimizdən dalğalanır. Budur, bu şəhərlər uğrunda döyüşür. Uşaqlar, burada bayraqları görürsünüz. Bu bayraq silahlı qüvvələr var, dəniz qüvvələrimiz var bizim. İndi bizim geyimlərimiz var nümayiş otaqda. Orada göstərəcəm sizə. Dəniz geyimləri var, hava qüvvələri, quru qoşunları, polis. 2024-cü ildə bayrağın uzunluğu 72 metrə idi, eni isə 36. Biz 2025-ci ildə öz rekordumuzu yenilədik, daha böyük bayraqla dirəkdə dalğalanır. Bayrağın hal-hazırda dirəkdə dalğalanan bayraq bax budur, sertifikatı budur, sağlam ol. Bayrağın uzunluğu 80 metrdir, eni isə 40 metrdir. Dünyanın ən böyük bayrağıdır. Dirəyin uzunluğu isə 201 metrdir. Biz bayrağa görə düşmüşük Ginesin Rekordlar kitabına. Aydın oldu. Dünyanın ən böyük bayrağı, haranın bayrağıdır? Azərbaycan bayrağıdır. Harada yerləşir? Bakı şəhərində. Bu qədər uşaqlar, sizə uğurlar arzulayıram. Gelsin senden bir seda, daim düştün sen yada. Gelsin senden bir seda, daim düştün sen yada. Sen tanındın dünyada, Azerbaycan bayrağı. Sen tanındın dünyada, Azerbaycan bayrağı. Baş eğdim sene sağlam, sen bende eşke inan. And içti sene ilham, Azerbaycan bayrağı. And içti sene ilham, Azerbaycan bayrağı. Müstakil remzi sen, her zaman kalbimde sen. Müstakil remzi sen, her zaman kalbimde sen. Gönüllerde yaşa sen, Azerbaycan bayrağı. Gönüllerde yaşa sen, Azerbaycan bayrağı. В 2020 году сколько вам лет было? 5 лет назад, 3 годика. Ну, вы да. Вот в 2020 году была начата наша вторая отечественная Карабахская война, которая длилась 44 дня. И 8 ноября мы встречаем, знаете, День Победы, возвращение нашей истории. И все эти орнаменты, они характерны для даже слова нашего президента, это Азербайджан. Да. А вот про Алачига, о котором мы говорили, это временное место жительства, да? У нас зимний период, это у нас называется душной, летний это яйлай. Вбивали специальные слои, получается такой овальная форма конструкция. Сейчас видите. Вот обычными веревками могли или использовались вот специальные. Ну так раньше тоже. Вот Azerbaycan kalçalarım, milletin şöhreti varım. Azerbaycan kalçalarım, milletin şöhreti varım. Azerbaycan kalçalarım, esirlerin yadigarı. Kalçanın her nakışının açılmayan mənası var. Azerbaycan kalçasının öz sihirli dünyası var. Kalçanın her nakışının açılmayan mənası var. Azerbaycan kalçasının öz sihirli dünyası var.
ey şanlı vətən, igid ərənlərinə hər zaman güvən. Uğrunda canından keçən oğulları varsa yaşayar vətən. Uğrunda canından keçən oğulları varsa yaşayar vətən. Qələbə, 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 bu səs-səda yayılsın hər tərəfə. Ordumuz qəhrəman, öndə Ali Başkomandan, haykırır əskərlər qələbə. Ordumuz qəhrəman, öndə Ali Başkomandan, haykırır əskərlər qələbə. Hak yoludur daim yolumuz, azad olubdu doğma yurdumuz. Güvenimiz, gürurumuz, yaşasın qəhrəman ordumuz. Güvenimiz, gürurumuz, yaşasın qəhrəman şanlı ordumuz. Qələbə, 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 bu səs-səda yayılsın hər tərəfə. Ordumuz qəhrəman, öndə Ali Başkomandan, haykırır əskərlər qələbə.